Bu müğənni xəyanəti, evli biri ilə sevgili olmağı, həm də televiziyada milyonların gözü qarşısında gülərək, oynayaraq insanlara, gənclərimizə, övladlarımıza əxlaqsızlığı təbliğ edirlər. Xəyanəti, qadının yüngül həyat tərzini artıq normal həyat tərzi kimi insanlara öyrətməyə başlayıblar. Ən acınacaqlısı isə bunları Ailənizin kanalı şüarı ilə qarşımıza çıxan Xəzər kanalı və eləcə də digər kanalların vasitəsilə çəkinmədən etmələridir. Əgər orada ailədə kişinin sözü keçməlidir desə və ya ailəli kişi ilə sevgili olanı təhqir etsələr, audiovizual şura kanala cəza gətirər, qadağalar tətbiq edərdi. Ülviyə Namazova, heç olmasa soyadındakı namazdan bir balaca çəkinərdin. Namaz Allaha ibadətdir, amma belə şeylərlə şeytana ibadət etdin. Əziz izləyicilər, hətta bir-iki müğənni var, gedib varlı ailəli kişidən uşaq dünyaya gətirib, utanmadan efirdə uşağımın atası, ərimin deyib ailə dəyərlərini məhv edirlər. Bu ailə dağıdan insanları necə cəzalandırmaq lazımdır? Başqasının ərinə təmas salan qadınlara nə etmək lazımdır? Ümumiyyətlə, belə halların baş verməsi, təbliğatların baş verməsi nəticəsində hal-hazırda gənc qızların sayı artıb. Necə? Ailəli kişi axtarırlar, pullu kişi axtarırlar və ailə qurmaqdan çəkinir, ancaq belə həyat tərzinə meyl edirlər. Fikirlərinizi yazmağı unutmayın.